Qocalar TikTaka komandasının oyunu başladı. Vüqar əmi, İbadət, Vüqar əmi, Xaliq, Elman əmi, Vüqar əmi, Xaliq, Rəliyə, ötürmə, Səyyar, Kamal, Mahmud, üçüncüdən zərbə. Mahmud, Elvin, Mir Yusif, üçüncüdən zərbə. Mir Yusif topun gerisindədir, ötürmə zərbə meydan sahasına zərbə və gol. Kamal hesab atır 1-0. Erkən qolla hesab atır. Ümumiyyətlə 1-0 hesab atılır. TikTok komandası gol vurur, hesab atır. Ümumiyyətlə bu həftənin, bu axşam olan oyunlarda erkən qollar izlədik biz. Həm Nimbus Zəfər 44 oyununda, həm də ki Qocalar TikTaka oyununda. Nimbus komandasında hesab 20-ci saniyədə açılmışdı, 1-ci dəqiqədə. Qolun müəllifi Xəyal olmuşdu. Burada isə hesab 2-ci dəqiqədə açıldı və qolun müəllifi Kamal oldu. TikTaka komandasının futbolçusu. İndi İbadət topladı. Qocalar komandasının futbolçusu İbadət. Səyyar imkan vermədi ona. Yaxşı irəliləyir TikTaka komandasının futbolçuları. Səyyar içəri ötürmək istəyi, ancaq məncə ora çata bilməzdi oyuncu. Həm o içəri qaçmırdı, həm də ki top biraz uzağa getmişdi. Vüqar əmi hava ötürməsi istədi, ancaq top ayağına oturmadı. İbadətə yaxşı top pas verə bilmədi. Xaliq, Elnur, Elman əmi, Xaliq, Vüqar əmi. Top çıxmayıb. Kamal, Səyyar, Elvin, Elvinə irəliyə ötürmə, Mahmud, Elşən, hava ötürməsi, İbadət, digər cinaha Elnur'a ötürmə, Elnur'dan geriyə Xaliqə, Xaliqdən Elnur istiqamətinə imkan vermirlər. Vüqar əmi, İbadət, pressing eləyir, qapısı götürür. Elvin, zərbə, Elnur, Xaliq, ötürmə keçmir Vüqar əmi, çatacaqmı? Yox, çatmır. Elman əmi, Vüqar əmi, Xaliq, İbadət, yaxşı saxlaya bilmədi. Elvin, geriyə Səyyarla, Səyyar, Elvin, Kamal, Elnur'un zərbəsi və gol! 1-1 oldu hesab. Elnur hesabı 1-1 eləyir Qocalar komandasının futbolçusu. Ani bir fürsət və bu fürsəti qətiyyən əldən vermədilər onlar və hesab bərabərləşir. İbadət, Kamran, Səyyar, Vüqar əmi buraxmır, Elman əmi.
Xaliq. İbadət, Vüqar əmi. Qapısı götürür Kamran. Kamal. Elvin. Səyyar. Və qapıcı Eşən götürür topu. Xaliq. Vüqar əmi. Elman əmi. Səyyar. Mir Yusif. Mahmud. Zərbə. Eşən qaytarır topu. Xaliq. Elnur. Xaliq. İbadət təkdir orada. Xaliq. İbadət. Elnur. Mir Yusif. Zərbə. Və 2-1 olur hesab. Qolun müəllifi Mahmud olur, hesabı 2-1 eləyir. Mahmud. Bugün Qocalar komandasında gənclər yoxdur. Namizəd, İsmail, İlqar oynamayacaqlar. Bugün Samir yoxdur hətta. O komandanın ən belə deyək aparıcı üzvlərindən biridir Samir. Həmçinin digər oyuncular çox böyük fayda verir komandaya. Onlar bugün yoxdur. Həmin heyətlə ötən həftə Qocalar komandası 5-3 hesabı ilə Zəfər 44 komandasını məğlub eləmişdilər. İndi görək bu heyətlə də keyfiyyətli oyun göstərə biləcəklərmi? Xaliq, Elman əmi, Vüqar əmi. Vüqar əmidən içəriyə ötürməyə qapıcı Səyyar çıxartdı. Xaliq, Xaliq, zərbə, top qapının üstündən meydan tərk eləyir. Səyyar. Kamran'a ötürmə. Xaliq. Vüqar əmi. Kamal. Elman əmi. İlerliye ötürmə. Elvin. Mir Yusif. Elman əmi. İbadət. Xaliq. Vüqar əmi. Elnur. İbadətin ötürməsi. Xaliq. Kamran. Mahmud. Alladır orada Mahmud. İçəriyə baxmaq istəyir. Ötürməsi Mir Yusif, zərbə. Top dirəkdən qayıtdı. Təkrar zərbə Vüqar əmi uzaqlaşdırır. Elnur. Qocalar komandası hələ közünə bənzəmir. İbadət. Zərbə. İkincisindən zərbə. Vüqar əmin dediyi kimi hələ ki bərbəd oynayır Qocalar komandası. Zərbə. Ayağı boşa getdi Elnur'un burada. Vüqar əmi. Xaliq. Vüqar əmi. İçəriyə ötürməsi Elmin qarşılayır. Elman əmi. İbadət. İkincisindən zərbə. Elman əmi. Xaliq, Elnur. İrəliyə ötürmə, hava ötürməsi qarşılayırlar. Xaliq. Ötürmə, geriyə Elnur. Elman əmi. Elman əminin zərbəsi top qapının yanına meydan tərk eləyir. Yaxşı fikirləşmişdi. Hesab 2-1'dir. Elvin. Elvin'dən Cinaha Kamran'ı ötürmə.
Ondan qapçı Mahmuda, Elvin. Mir Yusif. Kamran. Elvin. Elnur. Mir Yusif. Qayda pozuldu. Elvin. Kamran. Elnur imkan vermir ona. Vüqar əmi. Rəli ötürmə. Elvin. İbadət çatır. Elman əmi. Mir Yusif. Kamal. Mir Yusif. Ötürmə Mahmud. Zərbə. Qapıdan zərbə. Vüqar əmi. Elnur. Elnur. Qeyri-dəqiq götürmə. Oyuna Mükələm girir Vüqar əminin əvəzinə. Müdafiəyə çox kömək olur Mükələmi. Sürətli hücumların qarşısını alır müdafiədə. Mahmud. Elvin. Elnur pressing eləyirdi. Şamal. Kamran. Səyyar. Elvin. Mahmud. Mahmud. Mir Yusif zərbə. Top qapıdan yan keçir. Qapıdan zərbə. Elşən. Xaliq. Elnur. Elman əmi. Mükəl əmi. Xaliq. Qapçı Elşən. Mükəl əmi. İbadət. Elnur. Elman əmi. Qapıdan zərbə. Elvin. Rəli ötürmə. Xaliq. Mükəl əmi çatdı topa. Elnur. Xaliq. Elvin. Elşən. Hesab 2-1-dir. Görək Qozalar komandası özünə gələ biləcəkmi? İbadət. Elman əmi. Xaliq. Elnur. Xaliq. Xaliq. İbadət. Elnur. Yaxşı fırlatdı İbadət topu. Elman əmi. Xaliq. İbadət ötürmə. Mir Yusif. Elnur çatır topa. Elman əmi. Qocalar komandası yavaş-yavaş özünə gəlir. Həmin o pressingli Qocalar komandasını görməyə başlayırıq biz. Xaliq irəliləyir. Ötürməsi Elnur. Elman əmi. İbadət. Elşən. Mükəl əmi. Elman əmi. Xaliq. Elnur. Elnur. Zərbə indirdi və dəqiq alınmadı. Məncə İbadəti görsə daha yaxşı olardı da Elnur. Qaçırdı cərimə meydansasına doğru.
Elvin. Elvin. Mahmud. At qocaların. Elman əmi. İbadət. Elman əmi. Xaliq. Elnur idi bu daha doğrusu. Səyyar. Elvin. Xaliq. Elnur. İbadət çata bilmir topa. Qapıdan zərbə. Kamran. Mahmud. Səyyar. Elvin. Mahmud. Mir Yusif. Elman əmi. Elnur. Xaliq. İbadət ötürməsi. Qeyr-dəqiq alınır. Səyyar. Xaliq. Qapçı. Elnur. İbadət. İbadət. Elnur. Zərbə, qapçı qaytarır. Yaxşı zərbə endirini, qapçı qaytardı topu. Birinci qolun müəllifi deməsi oydu Qocalar komandasının. Uzaqdan zərbə endirdi, qapı boş idi və hesabı açmış, hesabı bərabərləşdirmişdi həmin epizodda. Ancaq hesab indi 2-1-dir. Xaliq, zərbə, yenə üçüncüdən zərbə alacaq. Qocalar komandası hücumdadır. Qolun yollarını axtarır, ancaq hələ ki qol gəlmir. Hələ ki qol gəlmir. Elnur. Allahdır. Xaliq ötürmə, Xaliq. Elman əmi boşdur orada, zərbəsi müdafiəçi qaytarır. Elman əmi. Mikail əmi. Elman əmi. Mir Yusif. Elnur. Elman əmi. Zərbə, Elnur, Elşən. Elşən kritik səviyyəliyir, hesab 3-1 olacaqdı, az qalsın. Elman əminin nəvəsinə Vüqar əmi girir oyuna. Zərbə. Hesab 3-1 olur. Tik-taka komandasının xeyrinə. Qocalar komandası heç cür oyunu düzəldə bilmir. Heç cür. Qocalar komandası heç cür oyunu düzəldə bilmir. Vüqar əmi. Yıxılır yerə. Bəlkə Vüqar əmi oynasa lider xüsusiyyəti kimi nəsə eləyə bilər və hesab 3-2 olur. Gözlənilməz bir anda Xaliq uzaqdan zərbə ilə, gözəl zərbə ilə hesabı 3-2 eləyir. Hesab arasındakı fərqi azaldır. Bəli, Qocalar komandası hesab arasındakı fərqi azaldır. Görək bundan sonra oyun necə gedəcək və birinci hissənin əsas vaxtına 1 dəqiqə qalıb. Elvin. Mərkəzə Kamal. Mir Yusif. Xaliq alır topu. Xaliq. Xaliq. Elnur. Vüqar əmi. Xaliq. Vüqar əmi. Və 3-3 olur hesab. 2 dəqiqənin içində hesab 3-3 olur və birinci hissə
3-3 hesabı ilə bitir. 3-1 hesabı ilə Qazalar komandası məğlub olurdu. Ancaq Vüqarəm oyuna girəndən sonra işi vurdular və hesab 3-3 olur. Birinci isə başa satır. İkinci isə başladı. Hər iki komandaya uğurlar arzu edək. Hesab 3-3'dür. Qazalar Tik-taka oyununda. Zərbə Elnurdan Kamal bloklaşdırır topu. Mikaləmi. İbadət. İbadətdən Vüqarəmiyə başla zərbə. İkinciden zərbə olacaq. Qapıdan zərbə daha doğrusu. Qapıdan zərbə olacaq. Mahmud. Elvin. Vüqarəm başla uzaqlaşdırır. Yenə uzaqlaşdırır Vüqarəm başı ilə topu. Səyyar. Mahmud. Xaliq. İrəliyir Elnur. Oyuncu axtarır. Zərbə. Top qapının üstünə meydan tərk edir. Elvin. Elnur alır topu. Xaliq, Elnur, zərbə və 4-3 olur hesab. Qazalar komandası hesabı 4-3 eləyir. Comeback 3-1-dən 4-3. Görək oyunun sonluğu necə bitəcək. Səyyar. Elvin. Elnur, zərbə, top qapıdan yan getir. Yavaş-yavaş Qazalar komandası öz oyununu düzəldir. Elvin. Səyyar. Mir Yusif. Kamal. Mir Yusif. Elşən götürür topu. Xaliq. Out olacaq Qazalar komandasının xeyrinə. Xaliq. İbadət. Out olacaq. Vüqarəmi. Düzgün zərbə yenə yetirə bilmədi. Və hesab 5-3 ola bilərdi, ancaq olmadı. Səyyar. Xaliq. Vüqarəmi. Yaxşı ram edə bilmədi, düzgün ram edə bilmədi topu. Səyyar. Elvin. Kamal. Ötürmə. Səyyar. Alladır bir neçə oyunçusunu, ancaq dəqiq alınmır. Başla zərbə. Mikaləmi uzaqlaşdırır topu cərimə meydan sahasından. Səyyar, Elvin. Səyyar. Out Qazalar komandasının xeyrinə. Mir Yusif. Elvin. Out Tik-takanın. Elvin. Səyyar. Elvin. Qapısı.
Gəliyor ötürmə. Mahmud. Elvin. Ötürmə. Elşən götürür topu. İbadət. Elvin. Xaliq. Mikail əmi. Elnur. İbadət. Düzgün zərbə yerinə yetirə bilmədi İbadət və top qapının xeyli üstündən meydanı tərk edir. Elvin. Hələ ki bugün qol vurmayıb İbadət. Deyəsən, fikrimcə İbadət bugün qol vurmayıb. Mikail əmi. Elnur, Xaliq, İbadət, zərbə. Niyəsə bugün ayağı açılmayıb İbadətin. Elnur. İbadət. Səyyar. Rəliyə ötürmə. Vüqar əmi. Mikail əmi. Miri Yusifin zərbəsi və hesab 4-4 olur. Müdafiədə səhvli və hesab 4-4 olur. 4-4 olur. Bərabərləşir hesab. Oyun yenidən başlayacaq. İbadət. Elnur. Xaliq. Xaliq. İrəliyə Vüqar əmi ötürmə. Qapçı. Qapıdan zərbə olacaq. Out Tiktakanın. Səyyad yalnız bu. Səyyad. Səyyad. Cərimə zərbəsi. Miri Yusif. Mikail əmi. Elnur. Elvin. Miri Yusif. Elşən. Götürür topu. Xaliq. Vüqar əmi. İbadət. Xaliq. Elnur. İbadət. Elnur. Zərbə. 5-4 olur hesab. İbadət asist elədi və Elnur gol vurdu. Hesab 5-4 olur. Qocalar komandası hesab 5-4 eləyir. Sənin bayağın zədənidir. Mikail əmi. Xaliq. Kamal. Zərbə Elşən götürür topu. Vüqar əmi. Xaliq. Vüqar əmi. Elman əmi. Götürür topu. Mikail əmi. Boşluğu gördü Vüqar əmi ilə. Vüqar əmi. Zərbə. Hesab 6-4 olur. Xaliq qolun müəllifi və hesabı 6-4 eləyir. Qocalar komandası 6-4 hesabı ilə irəliyə keçir.
Elvin. Görək onlar 2 qol vura biləcəklərmi ümumi hesab bərabərləşdirmək üçün 4-dən 6 eləyə biləcəklərmi? Ötürmə, Səyyad, zərbə, dirəkdən qayıt top və Elşən götürür qaydan zərbəni. Elman əmi, Vüqar əmi, Elnur, orada oyuncular var. Xaliq, out. Elman əmi, qapıdan zərbə. Out. Tiktakanın, Səyyad. Mir Yusif, Elşən götürür topu. Xaliq. Səyyad, zərbə qeyri-dəqiq. Vüqar əmi, Mikail əmi, Səyyad, Kamal, Elvin, Vüqar əmi, Elnur, Elman əmi. Sürətli əksin Qozalar komandasından blok gəlir. Xaliqin ötürməsi bloklanır. Elman əmi, Xaliq, Vüqar əmi saxlaya bilmir topu. At Tiktakanı. Elvin, Mir Yusif. 6-4 Qozalar. Elnur, out. Tiktakanın, Elvin, Səyyad, Elşən, Xaliq, Vüqar əmi, Elnur, zərbə və 7-4 olur hesab. Qozalar komandası 7-4 eləyir hesabı. Elnur yenə də uzaqdan möhtəşəm zərbəsi ilə hesab arasındakı fərqi artırır. Oyunun bitməyinə 10 dəqiqə vaxt qalıb və 7-4 Qozalar komandası hesabda irəlidədir. İbadət, Vüqar əmi, Elşən, Vüqar əmi, İbadət, Elnurun zərbəsi və 8-4 olur hesab. Hesab 8-4 olur. Bugün Qozalar komandasının heyətində aparıcı əsas oyuncuları yox idi. Gənc oyuncular yox idi. Ancaq bu Qozalar komandası üçün, xüsusilə də Qozalar üçün heç bir fərqi yoxdur. Onlar öz oyunlarını çıxıb oynayırlar. Və bugün də möhtəşəm, böyük hesablı qələbəyə çox yaxındılar. İbadət, Elman əmi, İbadət, Xaliq, Elman əmi, Xaliq, Elnur, İbadət, Xaliq, Elnura ötürmək istəyidi sanki, ancaq qapısı götürür, qaytarır. İbadət, Elnur, Mir Yusif, out, Qocaların. Xaliq, Xaliq keçir.
Elşən. Elvin. Elvin. İbadət götürür Vüqar əmi. Elnur. Elman əmi. Elnur. İbadət. Elnurun zərbəsi və 9-4 olur hesab. Hesabı 9-4 eləyir. Qozalar komandası. Və bu gün həmin aparıcı oyunculardan biri Samir oyuna daxil olur. Görək bu Qozalar komandasına daha da çox kömək eləyəcək. Samirdən Vüqar əmi götürmə. İrəliyə ötürmə Vüqar əmdən. İbadət. Zərbə. Qapısı qaytarır. Səyyad. Samir götürür topu. İbadət. Elman əmi. Samir, İbadət, Elman əmi alınmır. Xaliq pressing eləyir, alır topu. Samir. İbadət təkdir. Samir. İbadətin zərbəsi 14 olub hesab. Ötən oyun 15-3, bu oyun isə 14. Görək oyunun sonluğu necə bitəcək. Elvin. Zərbə, Elşən qaytarır. Təkrar zərbə. Meydanı tərk edir. Hop. Qaptan zərbə, Elşən. Top oynan qaptan zərbə ilə daxil edəcək. Xaliq götürmə. Out. Mahmud, zərbə. 15 olur hesab. Hesab 15'ti. Samir. Xaliq, Vüqar əmi. Samir. Xaliq. Elman əmi. Xaliq, Vüqar əmi. Samir. Elvin, ötürmə, Elşən. Elşən götürür topu. Elman əmi, Elman əmi. İbadət, Samir. Elman əmi. Xaliq, İbadət, Elman əmi ötürmə. Dəfə müdafiəçilər bloklayır. Xaliq. Samir. Elman əminin zərbəsi 11-4 olur hesab. Hesab 11-4 olur. Tiktak komandası hücumdadır. Mahmud, Samir. Yəni topu Qocalar komandası götürür. Samir
Alladır bir oyunçunu. İbadət. Samir Vüqarəmi boşda orada. Vüqarəmi. Elvin. Hücum axtarışındadır. Tiktaka. Vüqarəmi. Yox, qayda pozulub orada. Tiktaka futbolçusuna qarşı. Mahmud. Elvin. Kamal. Kamal ötürmə. Elman əmi. Mahmud. Elvin. İbadət alır topu. Arxadan gəlib aldı topu. Samir. Samir. Elman əmi. Zərbə. Samir. Vüqarəmi, Samir, zərbə. Samir, Vüqarəmi, zərbə. İkinciden zərbə alacaq. Vüqarəmi. İbadət. Vüqarəminin zərbəsi. 12-5. Hesab 12-5 olur. Oyunun bitməyinə 1 dəqiqə qalıb və hesab 12-5'dir. Bu qərəbinin uzaqdan möhtəşəm zərbəsi ilə hesab 12-5 olur. Samir. Elman əmi. Zərbə. 13-5. Hesab 13-5 olur. Elman əmi. Özünün ikinci qolunu vurur bugün. Samir. Elman əmi, Vüqarəmi, Mikail əmi daha doğrusu. Samir alır topu. Elman əmi, zərbə. 14-5. 14-5. Oyun başa çatır. Qocalar komandası 14-5 hesabı ilə məğlub edir Tiktaka komandasını. Təbrik edirik Qocalar komandasını.